Sumqayıt Tibb Mərkəzi Perinatal Mərkəzdə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunması təşkili mövzusunda təlim keçirilib. Və körpə təxliyə oldu. Perinatal mərkəzdə işıqlar keçmiş, zəlzələnin nəticəsində körpələri təxliyə edirik. Təlimin keçirilməsində məqsəd mülki müdafiə planının reallığının əhalinin və işçilərin fövqəladə hadisələr zamanı mühafizə olunmasının təşkilinin yoxlanılması, fövqəladə hadisələr zamanı xilas etmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, mülki müdafiə dəstələrinin fövqəladə hadisələr zamanı gözlənilərkən və ya baş verərkən onların nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olub. Təlimə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Polis İdarəsinin, Sumqayıt Tibb Mərkəzinin və onun tabeliyində olan Perinatal Mərkəzin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin üzvləri cəlb olunub. Qeyd edək ki, mülki müdafiənin məqsədi fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılmasından ibarətdir. Şəmistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.